Biabırçılıq olmaz. Cəllabadda iş istəyirəm, iş də vermirlər. Gəlirəm deyirlər borcundur, vətənə gedib borcu vermirsən. Mən 2008-2009-cu illərdə haramı düzündə mən post olmuşam. 1 il 6 ay post olmuşam. Əzab çəkmişəm, borcumdur, başa düşürəm. Bu da müharibə, səfərbərliklə könüllü getmişəm. Yenə də deyirlər borcundur. Qardaş, mən vətənin yanındayım, dar gündə vətənin yanındayımsa, vətən də mənə baxmalıdır da. Buna son qoyun da. Allah'ın dostunu öldürür, belə şey olmaz. Sizi niye işe təmin olunur? Cəllabadda heç bir işlə mənə təmin eləmir. Eşitin icra başçısı da. Hamısı eşitsin. Məni işdən təmin eləmirlər. Yıkılıp ölməyə qalmışam, and olsun Allah'a. Belə şey olar. Heç biri baxmır Cəllabadda mənə. Bax siz... Vətəni dar gündə həmişə yanındayım. Canım qurban, həmişə hazıram. Amma ölürəm və mən. Nəylə dolanım? Mən özümü öldürməliyəm. Nə eləməliyəm mən? Bu boyda xalqa baxır, heç kimizə dəyər vermir. O müharibə vaxtı necə bizim dalımızda gəlir. Düşün də, üstünə gəlin də bizi müdafiə edin də. Ölürəm, Allah haqqı acından ölürəm, yaşaya bilmirəm. Bax, qutarın son...